Nə üçün bir çox insanlar həsədə və digər xəstəliklərə düşür? Kin-kudurət, həsəd və digər xəstəliklər onların qəlbində yerləşir. Deməli, bu tərəfi itirdiklərinə görə. Yəni, bu məsələni itirdiklərinə görə, Allahın bölgüsünə razı qalmadıqları üçün insanda həsəd yaranır. Çünki həsəd aparan insan Allah Teala'nın bölgüsünə, təqdirinə razı qalmayan bir insandır. Yəni, həsəd aparan insana görə elə çıxır ki, yəni Allah Teala düz bölməyib. Yəni, mal ona gəlməli idi, özünə gəlməli idi, Allah Teala filan kəsə verib. Ona görə insanda həsəd yaranır. Amma insan öz halına, xəstəlik olsa xəstəliyinə, kasıblıq olsa kasıblığına və hər hansı bir halına razı qalarsa, yəni o insan xoşbəxt olur. O insanda digər o qəlbi xəstəliklər olmur. O insanın qəlbi təmizlənir. İrda bimə qasamallahu ləkə təkun əsədən nəs. Allah Teala'nın bölgüsünə razı qal və insanların ən xoşbəxti olarsan. Deməli, insanın Allah Teala'nın bölgüsünə razı qalması həm insanlar içərisində ən zəngini sayılır və həmçinin ən xoşbəxti sayılır. Və insan rahatlıq hiss edir. Və həmçinin qəlbin təmizlənməsi üçün səbəblərdən üçüncü gözəl zəndir. Yəni, insan qardaşlarına qarşı yaxşı zəndə olmalıdır. Çünki müsəlmanlarda əsl nədir? Əsl odur ki, zənnin gözəl olmasıdır. Allah Teala neçə yerdə Qur'anda pis zəndən çəkindirmişdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm pis zəndən çəkindirmişdir. Çünki pis zən insana başqa pis qapıları açır. İnsan pis zəndə düşdüyü zaman görürsən, o zəndə olduğu insana qarşı ikrah hissi onda yaranır. Və ondan sonra onun qeybətini edir. Pis zənin üzərində qeybət yaranır, nəmmamlıq yaranır, söz gəzdirmə və digər afatlar, yəni bəlalar, müsibətlər, yəni hasil olur. Ona görə insan qəlbinin təmizlənməsini istəyirsə, müsəlmanlar haqqında zənnini, yəni gözəlləşdirməli.